Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə şəkər çörəyi hazırlayacağıq. Ərzaqlarım otaq temperaturunda olmalıdır. 1 ədəd yağ 250 qramlıq. Üzərinə 4 stəkan un əlavə edəcəyik. Bir stəkan yarım peso. Bir yumurtanın ağır sarısını üzeri için saklayacağım. Bir vanil, bir qabaq tut. Bunları yaxşıca qarışdıracağıq. Bir-birlərinə qarışsınlar. Artıq xəmirimiz hazırdır. Gördüyünüz kimi yumuşaq, çox gözəl xəmir alıb. İndi kurabiyalarımıza forma verəcəyik. 180 dərəcədə istədiyimiz sobada bişirəcəyik. Bu formada üzərinə yumurtanın sarısını çəkəcəyik. Kurabiyelerimize forma verdik. Alt hissəsinə isə yağlı kağız sərib sonra kurabiyelerimizi üzerine yığdıq. İndi isə orta hissəsinə yumurtanın sarısını əlavə edib qoyacağıq pişməyə. Kurabiyelerimiz çok güzel olub. Bakın gördüğünüz kimi. Artık kurabiyelerimiz hazırdır. Gördüğünüz kimi. Hazırlayan herkese nuş olsun. Kanalıma abone olup videolarımı beğenmeyi, zıngılıq açmağı unutmayın. Hələlik.